Bir vaxtlar Lego sadəcə bir oyuncaq brendi kimi rəngarəng kublar və sonsuz kombinasiyaları ilə tanınırdı. Lakin 2000-ci illərin əvvəllərində Legoda ciddi böhran baş verdi. Uşaqlar getdikcə daha çox ekran qarşısında vaxt keçirməsi plastik oyuncaqları virtual oyunlarla sıxışdırdı. Bu çətin dönəmdə Lego özünə bir sual verdi. Əgər uşaqlar ekranda oynayırsa, biz də ora keçək. Beləliklə, Lego Movie yaranmış oldu. Bu sadəcə bir cizgi filmi deyil, brendin öz hekayəsini danışma tərzi idi. Lego Movie, Lego kubiklərinin fantastik dünyasını canlandırdı. Lakin əsas məqsəd oyuncaq satmaq değildi. Film yaradıcılığı, birlikdə işləməyi və yenidən uşaq kimi düşünməyi planlaşdırırdı. Lego brendi öz məhsulunu sadəcə reklam etmək, emosional bir hekayə kimi təqdim etdi. Nəticələr heyrətamiz oldu. Film qlobal kinoteatrlarda 100 milyonlarla dollar gəlir əldə etdi. Və daha əhəmiyyətlisi, Lego markası yenidən canlandı. Film Lego kublarının dünyasını canlandırdı. Amma əsas mesaj oyuncaq satmaq değildi. Yaradıcılığı, birlikdə qurmağı və uşaq kimi düşünməyi göstərmək idi. Lego brend məhsulunu bir reklam kimi deyil, emosional hekayə kimi təqdim etdi. Nəticə inanılmaz oldu. Film qlobal box ofisdə 100 milyonlarla gəlir gətirdi. Amma ən önəmlisi, Lego markasının yenidən doğulması idi. Sonradan Lego dünyası filmlərdən oyunlara, oyunlardan tematik parklara yayıldı. Brend sadəcə oyuncaq olaraq qalmadı, əyləncə imperiyasına çevrildi. Bu hekayə sübut etdi ki, bəzən məhsulu satmaq üçün ən güclü yol onu reklam etməmək, sadəcə onun ruhunu yaşatmaqdır. Lego'nun hekayəsi brendlərə göstərdi ki, özünü ciddi satmaq yerinə öz hekayəni əyləncə və duyğu ilə paylaşmaq daha qalıcı təsir yaradır.